Salam uşaqlar və valideynlər, hər birinizi yenidən kanalında xoş gördük. Davam edirik 2-ci sinif riyaziyyat dərsliyimizin 2-ci hissəsində olan 34-cü mövzumuz olan pullar mövzusu ilə araşdırma və müzakirə hissəsində görürük ki, Samir və Aynurun hər birinin nə qədər pulu var, onların pulları necə saymaq olar. Gördüyünüz kimi uşaqların qarşısında pulqabı var və pulqabının içərisində kağız pullar var. Biz də bilirik ki, Azərbaycanda pullar iki cür olur, qəpik pullar və kağız, yəni manat pullar, manat olanlar. Burada kağız pullardır, yəni manatlardır və biz bunları nə qədər pul olduğunu saymaq üçün sayırıq. Məsələn, 50, üzr istəyirəm 10, 10 üzərinə 5, 15, 15-in üzərinə 5, 20, 20 üzərinə 5, 25, 25-in də üstünə 10 olacaq 35. İndi mən onun burada sayılma qaydasını yazmıram, çünki aşağıda onun izahını verəcəm. Ona görə birbaşa yazıram ki, 35 manat. Burada isə böyükdən başlayaq ki, daha rahat olsun. 20 manat var, 10 manat var, oldu 30 manat. Xırda manatlıqlarla isə 5 dənə 1 manat var, bu da eləyir 5 manat. 30 manatla 5 manat, bu da olur 35 manat. Deməli, uşaqların ikisinin də pul qabında neçə manat var? 35 manat var. Amma gördüyünüz kimi Samirin pullarının 35 manatı müxtəlif manatlıqlardan düzəlib. Aynurda isə başqa manatlıqlardan düzəlib. İndi keçirik sizdən öyrənmə hissəsinə. Öyrənmə hissəsində bizə nə deyir ki? Pulları saymaqla ümumi məbləği tapmaq olar. Pulları böyükdən kiçiyə sıralamaqla onları saymaq daha asandır. Məsələn, burada fikir versək görərik ki, 50 qəpikdən sonra 20 qəpik gəlib. Sonra 10, sonra 10, sonra 5, sonra 3. Niyə? Çünki 50 qəpikdən 20-yə getdiyi zaman daha rahat. Çünki biz bilirik ki, istənilən misalı hesabladığımız zaman, mən həmişə bunu deyirəm, ədədlərin içərisində fərq etməz. Çünki toplananların da, buruqların da yeri dəyişəndə hasil və cəm dəyişmir. Ona görə də böyük ədədə əvvələ salın ki, siz üçün hesablamaq daha rahat olsun. Burada da eyni ilə həmin şərt ödəyir. Necə? 50-nin üzərinə 20 gəlmək daha rahatdır. Nəinki 20-nin üzərinə 50 gəlmək. Ona görə də böyük qəpik pullardan kiçiklərinə doğru sayaraq axırda sonda 98 qəpik olduğunu tapırıq. Həmçində manatlıqlar. Bu kağız pullar içərisində ən böyüyü 50 manatdır. Ona görə də birinci 50 manatdan başlayırıq. 50, sonra 20 manat yanında var, olub 70, sonra onun üstünə 10 oldu 80, 80 üstünə 5, 85, onun üstünə 1 manat oldu 86 manat. Bu yüzlüklər içərisində ən böyüyü görürük ki 200 manatdır. Ona görə də birinci 200 manatı yazırıq. Ardınca onun üzərinə 100, sonra 100, sonra 50 və cavabımız olur 450. İndi gəlin baxaq pullara. Burada bizə deyir ki, pulları sıralamaqla sayın. Nümunələri göstərir. Burada da görürsünüz uşaqlar, böyük puldan başlayıb, 20 manatdan başlayıb, sonra 10 olub 30, sonra 5 olub 35. Yəni burada biz pulların sırasının üstündəki sayının neçə manat olduğunu yazmırıq. Üstünə gəldi neçə manat alınırsa, biz o məbləği yazırıq ki, bizim üçün rahat olsun. Məsələn, baxaq gəlin A variantına. A variantı yazıram buradan küncdən. Burada ən böyük qəpiyimiz 50 qəpikdir, düzdürmü? 50 qəpiyin üzərindən mən gələcəm 20 qəpik və 50-nin üzərinə 20 gələndə neçə eləyəcək? 70 yazacağım, bura 70. Sonra 70 qəpiyin də üzərindən gələcəm. Burada 5 qəpik var. 70-in üzərinə 5 gəlir, 75 yazıram. Daha bir də 5 qəpiyi gəlmirəm. 75-in üstünə mən bir dənə də 5 gələcəm. Çünki burada bir dənə də 5 qəpiyimiz var. Olacaq 80. Və orada bir dənə 1 qəpik görürük. Üzərinə 1 gələcəm, olacaq isə 81 qəpik. İndi burada baxırıq, B variantında manatlıqlar var. B variantını buradan yazacağım. B variantında uşaqlar böyük pulumuz 50 manatdır. Yazırıq bura 50. 50-nin üzərinə 20 manatlıq gəlirəm. Artır olur 70. Məbləğin neçə tamamlandığını yazırıq. Sonra orada 20-dən biraz kiçik 10 manat var. Yəni 70-in üzərinə 10 gəlsə neçə eləyəcək? 80 manat. Sonra bir dənə də 5 manat var. Onun da üzərinə 5 gələndə olacaq 85. 85-in üzərinə orada bir dənə 1 manatlığımız var. Onun da gələndə olacaq cavab 86 manat. C variantına baxacağım. C variantında isə görürəm ki, burada qəpiklər var. Və ən böyük qəpiyim elə 20 qəpikdir. 20. 20-nin üstünə, baxın bir dənə də 20 qəpik var. 20 üstünə 20 neçə eləyəcək? 40. Yazıram bura 40. Sonra 40-ın üzərinə burada 5 qəpik var. 3 dənə 5 qəpik var. Ona görə mən birbaşa olar yazıram ki, ya da ardıcıl yazım, siz çaşmayasınız. Deməli, bu 5 qəpik gəlirəm üstünə, olur 45. Sonra bir dənə də 5 qəpik var, onun da üzərinə gəlirəm, olur 50. Sonra bir dənə də 5 qəpik var, onun da üzərinə 1, 2, 3 dənə 5 qəpikdir, bəli. Olur 55. Sonra isə orada bir dənə də bizim nəyimiz var? 3 qəpiklərimiz var. 55-in üzərinə 3 gələndə olacaq 58. Onun da üzərinə bir dənə də 3 gəlib.
olub neçə? 61. Sonra isə nə var orada? 2 dənə də 3 dənə də 1 qəpik var. Belə qoyuram, buradan yazıram uşağa, düşürəm aşağı, üzrü sayın. 61-in üstünə 1 gəlirəm, 62. Onun da üzərinə 1 gəlirəm, 63. Onun da üzərinə 1 gəlirəm, 64 qəpik. İndi gəlin görə düz saydıq mı? Burada biraz qarışıqlıq yarandı. 20, 20, 40 qəpik. 3 dənə 5 qəpik oldu, 15 qəpik. 40-ın üstünə 15 gələndə oldu 55 qəpik. 55 qəpiyin üzərinə 3, 6, 2 dənə 3 qəpik gələndə 55 üzərinə 6 gəlirəm, 61 qəpik, onun da üzərinə 3 dənə 64, düz tapmışıq uşaqlar, qarşılıq olsa da. İndi keçək sizlə müstəqil işə. Mən buranı siləcəm uşaqlar. Yəqin ki, qeydinizi götürmüsünüz artıq. Burada bizə deyir ki, pulları sayın. Pulları sayın deyir və biz də nə edəcəyik? Məcburən bayaqki qayda ilə sayacağıq. A variantında nə var? 10 var. 2 dənə 10 qəpik var. Ona görə bura yazıram 10. Onun üzərinə bir dənə 10 gəlsə neçə eləyəcək? 20. Çünki burada bir dənə də 10 qəpik var. Və sonra 3 dənə 5 qəpik var. Yəni 5 artıra getməliyəm. 20-nin üzərinə 5 gələcəm, 25. 25-in üzərinə 5 gələcəm, 30. 30-un üzərinə bir dənə 5 gələcəm, 35. Və sonda bir dənə 3 qəpik var. Onun da üstünə 3 gələcəm, olacaq 38. Bu mənim A variantım idi uşaqlar. Və mən indi nə edəcəm? Keçəcəm B variantıma. B variantında isə gördüyünüz kimi kağız pullardır. Və kağız pullarımızı başlayırıq ən böyüyündən. Ən böyük kağız, buradan B variantı yazdım. Uşaqlar C-ni sonra yer taparam. Ən böyük pulumuz 50 manatdır. Ona görə 50 ilə başlayıram. 50 manat artacaq neçə olacaq? Orada 20'lik var. Olacaq 70 manat. Və 70 manat artacaq neçə olacaq? 80 manat yazırıq bura 80. Sonra 2 dənə 10 var. Ona görə də biz 80 üzərinə bir dənə də 10 gələcək. Olacaq neçə? 90 manat. Sonra burada 5 manatlarımız var. 90 üzərinə 5 gələcəm. Olacaq 95. Gəlin mən buranı silim. Silsəm necə olacaq sizin üçün rahat. Aşağı düşürəm bura. Sonra silərəm, eyb yox. 90 üzərinə 5 oldu 95. Sonra bir dənə də 5 gələcəm. Olacaq 100 manat. Sonra orada 1 manat. 101 və 102 manat pul olacaq. Deməli burada 102 manatdır. Bu yazım belə. Burada sonra silinsəm. Burada 38 qəpikdir. Onu qeyd edək. İndi mən C-nin üstünü silim. C-də baxaq görək uşaqlar. Böyük pulumuz 100'dür. Ona görə 100 ilə başlayacağım. Yazacağım ki, əvvəlcə 100 manat. Və 100 manatın üzərindən burada neçə var? 50 var. 100'ün üzərinə 50 gələndə olacaq 150. Sonra bir dənə də 50 var. Olacaq neçə? 200. Sonra isə bir dənə 10 var. Olacaq 210. Sonra bir dənə də 10 var. 220. Bitdi. C variantında 220 manat pul var. Yazaq bura 220. İndi qalxaq yuxarı D variantımıza. Burada D variantına görürük ki, qəpiklərlə verir və ən böyük qəpiyimiz də 50 qəpikdir. Ona görə 50-dən başlayıram. 50 gəlir olur neçə? Burada 50-dən biraz kiçik olan 10 qəpik var. Üstünə 10 gələndə olacaq 60. Onun üzərinə burada 5 var. Yazacağım 65. 65'dən sonra burada 3 dənə 1 qəpik var. 66, 67, 68 qəpik pul var burada. Burada 68 qəpik pul var uşaqlar. Sonra E variantına keçəcəm sizinlə. E variantında bu formada yazacaq. Burada da böyük olan pulumuz 20 manatlıqdır. 20, üstünə 10, neçə olacaq? 30. Sonra üstünə bir dənə də 10, 40. 30 yazıram. Olacaq 40. Sonra bir dənə də 10, çünki 3 dənə 10'luğumuz var. Olacaq 50. Daha sonra 5 manatımız var. Olacaq 55 manat. Bir dənə də 5 manatımız var. 60 manat və 1 manat oldu 61 manat. Burada neçə manat pul var? 61 manat. Buranın aşağını siləcəm. F variantına baxacaq sonuncu. Burada da böyük pulumuz 100 manatdır. Yazıram bura 100. Sonra bir dənə də 100 var. Olacaq neçə? 200. Yenə 100 var. Olacaq 300. Sonra 10 var. 310. Yenə 10 var. 320. Və 1, 2, 3, 4 dənə də 1 manatımız olduğuna görə burada bizim 324 manat pulumuz olacaq. Bu aşağını silirəm. Burada uşaqlar qayda kimi verib bizə deyir ki, ən kiçik kağız pul vahidimiz 1 manatdır. 1 manat baxın 100 dənə qəpiyə bərabərdir. Və 1 manatı alındırmaq üçün müxtəlif üsullardan, yəni müxtəlif qəpiklərdən istifadə edə bilərik. Məsələn, 2 dənə 50 qəpiyi üst-üstə toplasaq, olacaq neçə? 1 manat, yəni 100 qəpik. Çünki 1 manat 100 qəpiyə bərabərdir. Və yaxud da 5 dənə 20 qəpik. 5 dənə 20 qəpiyi üst-üstə toplasam,
olacaq 100 qəpik, o da bərabər olacaq 1 manata. Və yaxud da 10 dənə 10 qəpiyi toplamış olsam, yenə də cavab 100 eləyəcək və o da olacaq 1 manat. Və ən sonda 20 dənə 5 qəpik də üst-üstə toplamış olsam, yenə cavab 100 eləyəcək və o da bərabər olacaq nəyə? 1 manata. Keçən növbəti hissəmizə burada bizə pullarla bağlı tapşırıqlar verib. Gəlin baxaq. Bizə deyir ki, pulları 1 manata tamamlamaq üçün neçə qəpik əlavə etmək lazımdır? Gəlin əvvəlcə qəpik sayaq. 50 qəpikdir. 50 qəpiyin üzərinə 20 qəpik, deməli 70 qəpikdir. 80 və 90 qəpik. Burada ümumi A variantında 90 qəpik pul var. Və biz bilirik ki, 90 qəpiyin üzərinə 10 qəpik gəlməklə 1 manatlıq ala bilərik. İkinci B variantına baxırıq. Burada 3 dənə 20 qəpiyimiz var. Bu olur 60 qəpik. Bir dənə də 10 qəpik olur 70 qəpik. Və biz, buraya yazım da onda B variantını. Və biz 70 qəpiyin üzərinə neçə gəlməliyik ki 100 olsun? Təbii ki 30 gəlməliyik ki bərabər olsun 100 qəpik. Mən birbaşa yazıram 1 manat. Çünki 100 dənə qəpik elə özü 1 manatdır. 100 qəpik yazana qədər elə 1 manatı yazarıq, daha rahat olar. C variantına baxırıq. 50 qəpik var. 50 var, 10, 10, 60, 70, düzdürmü? 75, o da 5, 80. Deməli, burada var cəmi 80 qəpik pul. Və biz 80 qəpiyin üzərinə neçə gəlməliyik ki 100-ə bərabər olsun? 20 gəlsək, olacaq nə? 1 manat. Üçüncü tapşırığa baxaq. Sual işarəsinin yerinə hansı kağız pul yazılmalıdır? Deməli, A variantında göstərir ki, uşaqlar 10 manatlıqlar var. Gəlin sayaq. 10, 20, 30, 40, 50. Deməli, bu 5 dənə 10 manat birləşərək birlikdə bir dənə 50 manatlıq kağız pula bərabərdir. B variantına baxırıq. Burada bizə 50 qəpiklər verib. Və biz də bayaq öyrəndik ki, 2 dənə 50 qəpik 1 manata bərabərdir. Ona görə mən bunları 2 gözüm üçün ayırıram. Bu ikisi 1 manat, bu ikisi 1 manat, 2 manat. Bu ikisi 1 manat, bu ikisi 1 manat, bu ikisini də ayıram 1 manat. 1, 2, 3, 4, 5 manat. Və bu qəpikliklər birlikdə 5 manatlığa bərabər olacaq uşaqlar. İndi 4-cü tapşırıqda bizə deyir ki, hansı pul qabındakı pulun məbləği daha çoxdur? A variantında 2 dənə pul qabıdır. Yaşıl pul qabında biz görürük ki, 20, 20, 20, 3, 4 dənə 20 var. Bu olacaq neçə? 80 qəpik. 80 üzərinə 10 olacaq neçə? 90 qəpik. 90 üzərinə 5 olacaq burada 95 qəpik. Görürsünüz uşaqlar, burada bir dənə kağız pul verib 1 manat. Qarşısında isə yaşıl pul qabında görün nə qədər qəpiklər var. Bu o deməkdir ki, pulların sayının çox olmasa, bu o demək deyil ki, onun məbləği çoxdur. Biz onu hesablayıb baxanda görürük ki, o qədər qəpik birləşərək heç 1 manata gəlib çata bilməyib. 1 manat 100 qəpikdir, burada 95 qəpik var. Təbii ki, bu qırmızı pul qabı böyükdür. B variantına baxırıq. Burada da çoxlu kağız pullar var. Gəlin sayaq. 20, 20, 40 manat, böyük 10 manat var. Yəni 20-dən sonra biraz böyük. Oldu 50 manat. Bu sonra 50-nin də üzərinə 5, 55 və üzərinə bir dənə də 5, 60 manat. Burada 60 manat var, burada isə 50 manat var. Təbii ki, 60 manat 50 manatdan böyükdür. Və keçirik sizlə məsələ həllimizə. Gəlin baxaq. Pul qabındakı ümumi məbləğ onun yanında yazılıb. Dəsmalın altında hansı pul ola bilər? Deməli, biz görürük ki, burada 63 qəpik var, düzdürmü? İndi baxırıq pul qabına. 50, 10, neçə nədir? 60, düzdürmü? 60 qəpikdirsə, deməli, bu 50-nin altında, dəsmalın altındakı qəpik neçə olmalıdır? Yəni, mən 60 qəpiyin üzərinə neçə gəlməliyim ki, 63 olsun? Təbii ki, 3 qəpik olmalıdır. Burada 3 qəpik var. B variantına baxırıq. Kənarda yazılıb ki, 46 manat pul olmalıdır burada. Və burada 20 manat, 5 manat, üstünə bir dənə 1 oldu. 26 manat pul, düzdürmü? Və 50-nin altındakı pulun nə qədər olduğunu tapmaq üçün biz yazaq. Əslində çıxma ilə tapmaq olar. Sadəcə ora pulların çıxılmasını hələ ki o üzərində işləməmişik deyə mən toplama üzərindən gedirəm. Yəni burada 46-dan asanlıqla 26-nı çıxmaq olar təbii ki. Sadəcə pullar üzərində işləməmişik deyə mən toplama ilə gedirəm. 26 manatın üzərinə mən neçə manat gəlməliyəm ki, 46 manata bərabər olsun? Təbii ki, 20 manat. Yəni bu qızın burada əlinin altında tutduğu pul 20 manatdır. İndi baxaq. Anar pulları belə saydı. Onun hansı qəpik pulları var? Əvvəlcə 50 qəpikdən başlayıbsa, deməli, buradakı pul 50 qəpikdir. Bunu bilirik. Sonra 70 qəpik olub. 50-nin üzərinə neçə qəpik qoyub ki, onun qəpiyi artıb 70 olub. Təbii ki, burada 20 qəpik olub. Və 70 qəpikdən artıb 80 qəpik olub. 70-in üzərinə neçə gəlib ki, 80 olub. Burada da təbii ki, 10 qəpik olacaq. 7-ci məsələmizə baxırıq. Səbinə və Samirin pulları qarışıb. Səbinənin pulu 30 qəpikdən çox, 35 qəpikdən azdır.
Hər uşağın nə qədər pulu var. Biz burada nə edirik? Biz burada əvvəlcə pullara baxırıq. Baxırıq 50 qəpik, 20 qəpik, 70 qəpik, sonra 10, 80, 80, 88 qəpik pul var. Və görürük ki, Səbinənin pulu 30 qəpikdən çoxdur. 35 qəpikdən azdır. Yəni 25 onu götürə bilmərəm. Çünki bu 35 qəpik eləyir və Səbinə deyir ki, mənim pulum 35 qəpikdən azdır. 50 qəpik götürə bilmərəm, mümkün deyil. Çünki 35-dən azdır deyir. Və yaxud da 15-də götürə bilmərəm. Çünki 30 qəpikdən çox deyir. Ya da 20-dən onu götürə bilmərəm. O da 30 edir. Çünki deyir 30 qəpikdən çoxdur. Və yerdə nə qalır? Səbinənin pulları 20, 10 və 3 qəpik. Yazırıq bura 20. Yazıram. Üstə gəl 10. O da üstə gəl 3. Bərabərdir neçə? 33. Deməli, Səbinənin 33 qəpik pulu var. Amma Samirin isə 50 və onun üzərinə 5 gəlirəm. 55 qəpik pulu var. Gəlin buraya yazaq. 50 üstə gəl 5. Samirin də 55 qəpik pulu var. Uşaqlar, burada 35-ci mövzumuz alış-veriş mövzusudur. Pullarla bağlı olduğuna görə gəlin elə bunu da sizinlə birlikdə işləyək. Burada alış-veriş o deməkdir ki, uşaqlar, istənilən bir malın, belə deyək də, əşyanın, malın üzərində onun qiyməti olur. Və biz onu almaq üçün o üstündəki ödənilməli olan məbləği satıcıya verməliyik ki, istədiyimiz malı ala bilək. İndi baxaq araşdırma müzakirə hissəsinə. Bizə deyir ki, pul qabında nə qədər pul var? Gəlin sayaq. 5 manat var, 2 dənə də 50 qəpik. O da bərabər edir 1 manata. Deməli, burada var 6 manat pul. Bizə deyir ki, alıcı, yəni bu qız, bu pulla hansı meyvələrdən neçə kiloqram ala bilər? Məsələn, bu nədir burada? Alma da birinci. Qızın qarşısındayım. Əgər alma almaq istəsə, yazaq bura alma. Burada mən vurma ilə hələ yazmayacağım. Çünki vurma ilə növbəti dərsdə izah var. Ona görə də sadəcə olaraq şifahi izahını verəcəm. Almanın kilosu 1 manatdır və alıcının da 6 manat pulu var. 1 manatlıq almadan 6 kiloqram ala bilər. Almadan 6 kiloqram ala bilər. Sonra ikinci armud yazırıq bura. Bu 6 manatı sileyim mi? Bizə mani olmasın. Yazıram bura armud. Və baxıram, görürəm ki, armudun qiyməti 2 manatdır. Və mən fikirləşirəm ki, 2 manatlıq armudu mən 2-ni neçə dəfə toplasam 6-ya çataram. 2 üstə gəl 2, üstə gəl 2. Deməli, mən 2-ni 3 dəfə topladığım zaman 6-ya bərabər olur. Mən armuddan 3 kiloqram ala bilərəm. Sonuncu isə üzümdür. Yazıram bura üzüm. Və üzümün çəkisi 3 manatdır. Mən də bilirəm ki, 6 manatın içində 2 dənə 3 manat var. Yəni 3 manat, 3 manat. Əgər üzüm almaq istəsəm, ancaq 2 kiloqram ala bilərəm. Keçək öyrənmə hissəsinə. Öyrənmə hissəsində bizə deyir ki, bir neçə malı alanda ödəniləcək məbləği tapmaq üçün bu malların qiyməti toplanır. Məsələn, qiyməti 2 manat, 4 manat, 5 manat və 18 manat olan ərzaqları almaq üçün ödəniləcək məbləği belə tapmaq olar. 2 manat üstə gəl 4 manat, üstə gəl 5 manat, üstə gəl 18 manat, o da bərabər 29 manat. Yəni, əşyaların, malların üzərində olan məbləğlər toplanaraq ümumi ödəniləcək məbləği tapa bilirik. Deyir ki, eyni maldan bir neçə dənə aldıqda ümumi məbləği vurma əməli ilə tapmaq olar. Amma mütləq şəkildə eyni mal olsun. Müxtəlif mallarda biz vurmadan istifadə edə bilmərik. Baxırıq, görürük ki, burada 4 dənə keks var və keksin qiyməti 2 manatdır. Yəni, keksin qiyməti 2 manatdır və mən bundan 4 dənə alıram. Burada 2, üstə gəl 2, üstə gəl 2, üstə gəl 2 yazmaqdansa, birbaşa kekslərin sayını vururam, onun bir malının qiymətinin sayını, yəni 4-ü 2-yə vururam və alıram 8 manat. Deməli, 4 dənə keksə görə mən 8 manat ödəməliyəm. İndi baxaq bələdçi tapşırığına. Burada nümunəyə əsasən bizə deyir ki, mallar üçün ödəniləcək məbləği tapın. Və məbləği tapmaq üçün biz nə etməliyik? Toplamalıyıq. Burada baxın nümunədə şərh ilə papağın qiymətlərini altında yazıb və toplayıb ümumi məbləği tapın. A variantları bizə çəkmə ilə əlcək verib və çəkmənin qiyməti 42 manatdır. Manatını yazmadım. 42 manatdır. Əlcəyin qiyməti isə 14 manatdır. Ona görə mən 42 manat ilə 14 manatı toplayacağam və cavabım olacaq neçə? 56 manat. Yazıram bura 56 manat. Və B variantına baxıram. Burada isə uşaqlar 4 dənə qələmdir və 4 qələmin də 4-ü də eynidir. Ona görə mən burada təbii ki, vurmadan istifadə etməliyəm. Burada toplamağa, əziyyət çəkməyə ehtiyac yoxdur. Ona görə də mən 4-ü, yəni 4 dənə qələm var. 4-ü vuracağam. Bir qələmin qiyməti neçədir? 9 qəpiyə. 9 qəp. 4-ü 9-a vuran uşaqlar neçə eləyəcək? 36 qəpik. Deməli, mən bu B variantında 4 dənə karandaşlı qələm fərq etməz. Almaq üçün 36 qəpik ödəməliyəm. Görək burada bizə nə deyir?
müstəqil işdir. Şəkildəki ləvazimatlardan 3 dənə alan satıcı nə qədər pul ödəməlidir? Deməli, A variantına baxıram. Burada 3 dənə alan alıcı dediyinə görə burada söhbət vurmadan gedir uşaqlar. Vurmalıyıq. Hərəsindən 3 dənə alır. Gəlin baxaq. A variantını yazıram. 3'ü vururam nəyə? Kitabın qiyməti neçədir? 3 manat. 3'ü vururam 3 manata. Alıram neçə? 9 manat. Deməli, 3 dənə kitab almaq üçün 9 manat ödəməlidir. Qələmə baxıram. 3'ü vururam neçəyə? 9 qəpiyə. Çünki qələmin qiyməti, karandaşın qiyməti 9 qəpikdir. 3'ü 9'a vursam olacaq neçə? 27 qəpik yazıram bura qısa. 27 qəpik ödəməliyəm. C variantda burada transkripsiya var. Deməli, 3'ü vururam nəyə? 2 manata. Çünki bir dənəsinin qiyməti 2 manatdır. 3'də 2'yə vursam neçə eləyəcək? Deməli, mən 6 manat ödəyəcəm. Çantaya baxıram. Çantanın qiyməti 8 manatdır və mən 3'ü vursam 8 manata alaram neçə? 24 manat. Alaram, daha doğrusu ödəməli olaram 24 manat pul. İndi uşaqlar baxırıq, öyrənmə hissəsi var burada yenə. Deyir ki, malı almaq üçün ödəniləcək məbləği müxtəlif pullarla düzəltmək olar. Baxırıq qələmə, burada qələm verir və qələmin qiymətinin üstündə yazıb ki, 26 qəpik. Aşağıda qəpikləri göstərir. Baxın, 20 qəpik, 25 qəpik və üstünə 1 qəpik oldu 26 qəpik. Sonra 10 qəpik, 10 qəpik, 20 qəpik, 3, 3, 6, bu da oldu 26 qəpik. Uşaqlar, ikisinin də cavabı, yəni qəpiklərin hamısının ümumi məbləği 26 qəpikdir. Yəni biz əlimizdə müxtəlif qəpik pullar ola bilər. Amma onları topladığımız zaman məbləği eyni qiymət elədiyi zaman o əşyanı ala bilirik. Müxtəlif pullarla düzəldə bilirik. Və yaxud da burada bir dənə vitrovka, pencək var, kurtka var və bu kurtkanın qiyməti 55 manatdır. 55 manata baxırıq. Görürük ki, burada uşaqlar bir dənə 50 manat və 5 dənə də 1 manat olur 55 manat, düzdürmü? Digərində isə 2 dənə 40 manat, bir dənə 10 manat 50 və onun üzərinə 5 55. Görürsünüz uşaqlar, hər ikisi 55 manatdır və bu kurtkanı almaq üçün o pulu ödəyirik. Yəni o məbləği tamamlayırıq. Amma hərəsində müxtəlif manatlıqlar əldə edirik 55 manatı. İndi baxırıq sizlə nəyə? Bunu siləcəm mən buradan uşaqlar. İndi baxırıq ikinci məsələmizə. Deyir ki, göstərilən pullardan istifadə etməklə malları almaq üçün ödəniləcək məbləği necə düzəltmək olar? İndi biz baxırıq, görürük ki, burada bir şortik marka verir və bunun qiyməti 36 qəpik, 36 manatdır. Və burada isə aşağıda çoxlu kağız pullar verib bizə. Və mən nə edə bilərəm? 36 manatı düzəltmək üçün burada 20 manat var. 10, 30, 35, 36 manatı üst-üstə toplasam, yəni 20 manat, üstə gəl 10 manat, o da üstə gəl 5 manat, oldu 35. Manatını yazmadım bunu. 35 manat, o da üstə gəl 1 manat. Bərabər olacaq neçəyə? 36 manata. Bu A variantı idi. İndi B-yə baxaq uşaqlar. B-də isə bizə deyir ki, nə deyir bizə? Karandaşdır. Rəngli karandaşların qiyməti 75 qəpikdir. Və burada bizə müxtəlif qəpiklər verib. Biz istifadə edə bilərik nəydən? Bir 50 qəpik götürərik, bir 20 qəpik götürərik. Onlar 70 qəpik və üstünə birdən 5 qəpik gəlsək, tam ola bilər neçə? 75 qəpik. Və yaxud da elə başqa da düzəldə bilərik. 3 dənə 20 qəpik götürərik, bir dənə 10 qəpik götürərik və bir dənə də 5 qəpik, bu da 75 qəpik eləyə bilər. Amma mən burada qısa yolla yazacağam ki, 50, üstə gəl 20, üstə gəl 5, bərabərdir neçə? 75 qəpik. Sonra C variantında paltonun qiyməti 150 manatdır. Burada isə çoxlu kağız pullar var. Və mən burada 1.50 və 1.100 manat ilə 150 manatı düzəldə bilərəm. Və yaxud da 3 dənə 50 manatı toplamaqla 150 manatı əldə edə bilərəm. Buraya yazıram 100 manat, üstə gəl 50 manat. O da bərabərdir nəyə? 150 manata. Keçək 3-cü məsələmizə. Malların qiymətini hansı pullarla ödəmək olar? Burada bizə bir neçə nümunə göstərilir. Ona görə də nə edirik? Bunları yəqin qeyd eləmişdiniz. Mən burada bir yer ağırlayacağım ki, deməli, biraz özümüzə yer açaq burada. Aha. Gəlin baxaq. Birinci malın qiyməti, bu da ağırlıq qaldırma əşyasıdır, alətidir. 13 manat yazıb. Yazıram bura A variantı. Və mən bu 13 manatı almaq üçün nə edə bilərəm? Yazaram 10 manat, üstə gəl 1 manat, üstə gəl 1 manat və o da üstə gəl 1 manat. Bərabər olar neçəyə? 13 manata, düzdürmü? Sonra necə ala bilərəm? 5 manat, üstə gəl 5 manat. Sonra üstə gəl bir dənə də 5 manat. Oldu neçə? Ay, 5 manat yox, üzr istəyirəm. Hamısı silindi.
Yaxşı, 5 manat oldu 10 manat və onun da üzərinə 1 manat, üstə gəl 1 manat və o da üstə gəl 1 manat. Bərabər olar hissəyə 13 manata. Belə görünməyəcəyim. Sonra necə ola bilərəm? Sonra 2 dənə də 50 qəpik ilə eləmək olar, amma mən onu yazmayacağım. Bura qəpik pulları. Manatla qəpik çünki birlikdə biz hələ ki hesablamırıq. Ona görə də mən də o çətin üsulu yazmam. Yenə burada ağardacağım mən. B-ni, C-ni, D-ni yazmaq üçün. Görək B variantında bizə nə deyir? Bizim burada xizəkli kankimizin qiyməti 25 manatdır. Və mən bu 25 manatı düzəltmək üçün bir 20 manatlıq ən rahat və bir dənə də 5 manat verməklə bu 25 manatı ödəyə bilərəm. Və yaxud da 2 dənə 10 manat, 10 üstə gəl 10, elədi 20 və 10 da üzərinə 5 gələrəm. Təbii ki, alaram. 25 manat. Bu manatlıqlarla ödəyə bilərəm. Və yaxud da hamısını 5 manatlıqla da ödəyə bilərəm. Və yaxud da yazaram ki, 2 dənə 10 manat, üstünə gələrəm, 5 dənə də 1 manat, 1 manat, 1 manat, 1 manat, 1 manat. Və yaxud da gəlin bura bu üsulda yazım. 5 man, üstə gəl, 5 man, 10 man eləyir. Onun da üstünə 10 gələrəm, 20 və onun üzərinə bir dənə də 5 gələrəm. Onlar neçə? 25 manat. İndi keçirəm C variantına. 3 dənə nümunə bəsdir məncə. Topun qiyməti 7 manatdır. Və mən bu 7 manatı almaq üçün 5 manatın üzərinə 2 dənə ayrı-ayrı 1 manat gəlməklə 7 manat ala bilərəm. Və yaxud da neyəyə bilərəm başqa? Və yaxud da elə hamısını 1 manatlıq eləyə bilərəm. Bax, 1 manat, üstə gəl 1 manat, üstə gəl 1 manat, üstə gəl 1 manat, üstə gəl 1 manat, 1, 2, 3, 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə 1 manat bərabər olacaq 7 manat. İndi qaldı burada D variantı. Yazıram bura D. D variantında isə bizim velosipetin qiyməti 98 manatdır. 98 manatı əldə etmək üçün biz bir əvvəlcə təbii ki, bir dənə böyük 50-lik götürərik və üzərinə bir dənə 20 gələrik. Onlar neçə? 70. 70-in üzərinə bir dənə də 20 gələrəm. 20 manatlıq gələrəm. Onlar 90. 90-ın üzərinə bir dənə 5 manat gələrəm. Onlar 95 və 95-in də üzərinə 3 dənə 1 manat gələrəm. 1 manat, 1 manat və o da 1 manat. Bu biraz uzun çəkdi. Və yaxud da nə edə bilərəm? Burada 10 manatlıqlar eləyə bilərəm. Siz belə yaza bilərsiniz. 50 manat, üstə gəl 20 manat və üstünə gəl 10 manat, 10 manat, sonra 5 manat, sonra 3 dənə də 1 manat. Yəni bu buradakı 20 manatı 2 yerə parçalayıb 10 manatlıq eləyə bilərsiniz. Və yaxud da bu 20 manatı ikisini də birlikdə xırdalayıb 4 dənə 10 manatlıqla velosipetin qiymətinin məbləğini ödəyə bilərik. Növbəti dərs artıq yenidir. Məncə bugünlük bu qədər kifayətdir. Növbəti izahlarımızda görüşərik uşaqlar. Hələlik.